Salam değerli izleyiciler. Bugün ben sizlere Güven Nəşriyyatlarının 22.02.2026 yıl tarixli keçirmiş olduğu 11 siniflər üçün buraxılış sınaq imtahanına riyaziyyat suallarının izahını vereceğim. Gelin başlayaq suallarla. Görək suallarda neler demiştiler. Demek ilk sualımız belədir. Bir nöqtədən çəkilən 3 şüa bir müstəvi üzərində yerləşir və bu şüalar ikisi perpendikulyardır. Üçüncü şuanın perpendikular şualar ilə əmələ gətirdik. Kör bucaqların fərqi 40 dərəcə olsa bu bucaqların böyüyünü tapın deyir. Təsəvvür edək ki, müstəvi budur. Müstəvinin üzərində də 3 dənə şua çəkilibdir bir nöqtədən. Bu şualardan ikisi perpendikulyardır deyir. Bu ikisi perpendikulyar olsun. Buradakı bucağa x desək, buradakı bucaqda y olacaq. Və aydın məsələdir ki, bu bir müstəvinin üzərində olduğu üçün bunların üçü birlikdə 360 dərəcə əmələ gətirməsi lazımdır. Yəni x, y və 90 dərəcəni toplasaq 360 dərəcəni əmələ gətirməlidir. X-dən y-in də cəmi olacaqdır 270 dərəcə. Cəmi 270-dir və fərqi də bizə 40 dərəcə verir. Demək x çıxılsın y-in də qiyməti 40 dərəcədir. Bunlardan əgər böyük bucağı istəsə biz də toplayıb 2-yə bölməliyik. Kiçik bucağı istəsə çıxıb 2-yə bölməliyik. Bizdən böyüyü istəyir, ona görə toplayıb 2-yə bölürük. 2x bərabər olacaqdır 310-a, toplayadığımız zaman. X də bərabər olacaqdır 155-ə. Demək, düzgün cavab olmalıdır 155 dərəcə, bu da verilib D variantında. 62 nömrəli sualda deyilir ki, x-in hansı qiymətində 2 vurulsun 4 üstündə x bərabərdə 64 ifadəsi doğru bərabərliyi deyər. Hər tərəfi burada 2-yə bölərəm. 4-ün üstündə x bərabərdir 32 eləyər. Burada da yaza bilərəm ki 2 üstündə 2x bərabərdir 2 üstündə 5-ə. Buradan 2x bərabər 5 olanda x-in də qiymət tapılacaqdır. 2,5 kimi düzgün cavab olacaqdır B variantı. 63 nömrəli sualda loqaritmik funksiyanın qrafiklərinə aid olan bir anlayışdır. X oxunu kəsdiyi nöqtəyə fikir verir ki, 2 nöqtəsində kəsib. Demək, x-in yerinə 2 verəndə loqaritmik ifadəsi 1-ə bərabər olması lazımdır. Və yaxud da ki, belə deyək, loqaritmik ifadələri 0-a bərabərlik, hansının x-in qiyməti 2-yə bərabər olsa, demək ki, o düzgündür. Bunu 0-a bərabər eləyəndə x-in qiyməti e üstündə 0 1-ə bərabərdir, amma biz 2 olmasını istəyirik. Bu ifadəni 0-a bərabər edəndə elin x-in qiyməti -1 olur. Buradan da x-in qiyməti bərabərdir e üstü -1-ə, yəni 1 bölünsün e-yə bərabər olur. Amma burada 2 qiyməti veribdir. Bu ifadəni götürüb yaza bilərik ki, elin x çıxılsın 2 bərabərdir 2 götürsək, 2 yox, daha doğrusu 0 götürsək, o zaman x çıxılsın 2-nin qiyməti bərabərdir e üstü 0, yəni 1-ə və x də bərabər olacaqdır 3-ə. Burada isə 3 yox, 2 qiyməti verir. Demək, bu da deyil. D variantını təhlil edək. Bu zaman elin x çıxılsın 1-i 0-a bərabər götürsək, x minus 1-in qiyməti e üstü 0 1-ə bərabərdir. Yəni x də bərabərdir 2-yə. Biz axtardığımız budur. Demək, düzgün cavab olacaqdır D variantı. 64 nömrəli sualda deyilir ki, 4, 7, 10 ədədi silsilənin 100-ə bərabər olan həddin nömrəsini tapın deyir. Birinci həddimiz 4-ə bərabərdir. Silsilənin də fərqi aradakı məsafə olaraq 3-ə bərabərdir. Eninci əddə var ki, o da 100-ə bərabərdir. Ədəd silsilədə eninci ədin düsturu A1 üstə gəlinsin, n çıxılsın, 1 vurulsun, D bərabər 100 qəbul eləsək. 4 üstə gəlinsin, 3 vurulsun, n çıxılsın, 1 bərabərdir 100-ə. Demək, 3 vurulsun, n minus 1-in qiyməti 96-dır. N çıxılsın, 1-in qiyməti 32-dir. Demək, n də bərabər olacaqdır 33-ə. Demək, düzgün cavab olmalıdır 33. A variantında verilib. Davam edək. 65 nömrəli sualda çoxhədlərin cəmi bu iki əddiyə bərabər olarsa parametrin hasilini istəyir. Gördüyümüz kimi iki əddə x kubu yoxdur. Biz bunları topladığımızda necə olacaqdı bəs? Ax-in kubu üstəgəl x-in kvadratı üstəgəlsin b üstəgəlsin 3 vurulsun x üstəgələk 1 üstəgəlinsin 2x-in kubu üstəgəl 2x üstəgəlinsin 3 və ifadə yekunda x kvadratı üstəgəlsin 4-dən yekunlaşmalıdır. Biz burada oxşar bir ədədin silahına başlasaq, onda a üstəgəlsin 2 vur x-in kubu deyə bilərik. X-in kvadratı bizdə var idi, bir dənə yerdə var idi. X-lər bir yer yığanda b üstəgəlsin 3 burada, 2 burada varsa, demək b üstəgəlsin 5 vurulsun x üstəgəlsin 4. Bu da bərabərdir 0 sayda x-in kubu var bizim ifadəmizdə. X kubu solda var, sağda yoxsa onun qarşısına kəmsal 0 götürürəm. X kvadrat öz yerində qalır.
X'lerin de karşısındaki ifade bizde sağ tərəfdə olmadığı için 0 sayıyla götürürəm. Sərbəst sırada da 4 yazıram. Gördüğümüz gibi burada bizde ifadeden de görünür ki x kvadratı x kvadratına eynidir. 4'te 4 ile eynidir. Yerde kalanlarsa yoktur. Demek ki onda buradaki ifade sıfıra beraber olmalıdır. Bu da sıfıra beraber olmalıdır ki sağ tərəfdəki əmsalları bize versin. Sıfıra beraberləsəm a'nın qiyməti mənfi 2 olacaq. B üstəgənsin 5'i sıfıra beraberləsəm b'nin qiyməti mənfi 5 olacaqdır. Ve burada da a ve b parametrelerin hasilini istəyir. Mənfi 2'ni mənfi 5'e vursak edəcək 10. Düzgün cevap olmalıdır 10. Bu da belə variantında. Növbəti sual 66-cı sualdır. Ucları 2, 8, 6, mənfi 4 nöqtələrinə parçanın orta nöqtəsinin koordinatını tapın. Orta nöqtənin koordinat anlayışına göre x0'ın qiyməti bərabərdir. x1 üstəgənsin x2 bölünsün 2'dir. y0 da bərabərdir. y1 üstəgəl y2 bölünsün 2 düsturundan tapılır. Düşünürük ki bu parçadır. A nöqtəsinin koordinatı x1, y1'dir. B nöqtəsində koordinatı x2, y2'dir. Bunlar da tən orta nöqtəsində bir C nöqtəsi var ki, o da koordinatı x0, y0 kimi verilib. Bu zaman orta nöqtənin koordinatı bu düsturlarla tapılır. Onda x0'ın qiyməti bərabər olacaqdır. 2 üstəgənsin 6 bölü 2 eləcək 4. y0'ın da qiyməti bərabərdir. 8 üstəgənsin mənfi 4 bölünsün 2. Bu da bizə eləcəkdir 2. Demək düzgün cavab olmalıdır 4 və 2 nöqtəsi. Bu da verilibdir C variantında. Çevre üzerinde qeyd olunmuş nöqtədən 2 perpendikulyar və beraber vətər çəkilmişdir. Təsəvvür edək ki bir çevrə var. Bu çevrenin üzerinde bir nöqtə götürülür. Təkcəmən nöqtə budur. Bu nöqtədən bir-birinə perpendikulyar və bərabər olan 2 dənə vətər çəkilibdir. Və bu vətərlərin uzunluqları cəmi 6 kökdə 2'dir. Əgər ikisinin bir yerdə uzunluklarının cəmi 6 kökdə 2'dirsə, şəklini göstərək. Bundakı koordinatımız da bu olsun. Bunların cəmi 6 kökdə 2'dirsə, demək ki, hər biri 3 kökdə 2'yə bərabərdir. Və bilirik ki, B ilə də C nöqtəsini birləşdirsək, gedib çevrənin mərkəzindən keçəcəkdir bu. Yəni, gəlib bir 10 nöqtəsi var, oradan keçəcək. Nəyə görə oradan keçir? Çünki iki vətər arasında qalan bucaq 90 dərəcədirsə, onların uz nöqtələrini birləşdirəndə gedir çevrə mərkəzindən keçir. Yəni diametr olur. Çevrənin diametri soruşur. Çevrənin diametri bizdə BC hipotenuzuna bərabərdir. Bərabər yanı düz bucaqlı üç bucağın da hipotenuzu katetinin kökdə 2 mislidir. Yəni 3 kökdə 2 vurulsun kökdə 2. Bu da bizdə eləyəcəkdir 3 vur 2 bərabər 6. Düzgün cavab olmalıdır 6. Növbəti sualımız 68-ci sualdır. Deyir, AB diametr olarsa şəklə əsasən çevrənin radiusunu deyir tapın. İki nöqtə arasında məsafə düsturundan istifadə etsək, AB məsafəsi bərabərdir kökün altında 9 çıx 1'in kvadratı üstəgənsin 17 çıxsın 2'nin kvadratı kimi götürə bilərik. Beləcə kökdə 64 üstəgənsin 225. Buradan alınar kök hatta 289 və oradan da 17 çıxar. Bilirik ki, AB diametrdir. 2 radiusa bərabərdir. Çünki çevrə mərkəzindən keçib. Bu 17'dir. Bizdən də radiusu soruşursa cavab olacaqdır 8,5. Növbəti sualımıza keçid edirik. Qarşılıqlı tərs A və B ədədlərinin cəmidir 14 olacaq. Qarşılıqlı tərs ədədlərin şərtinə görə onların hasili, yəni ana B-nin hasilinə etməlidir. 1'ə bərabər olmalıdır. Və bunların da cəmi 14 verilib. A'nın yerinə kökdə A'nın kvadratı, B'nin də yerinə kökdə B'nin biz kvadratı yazsaq, onu belə bir ifadə alırıq. Buradan da kvadratlar cəmi tətbiq edəndə olar kök hatta A üstəgəl kök hatta B mötərizə kvadrat çıxsın 2 kök hatta AB bərabər 14 olur. A ilə B'nin hasili 1'ə bərabərdir. Ona görə kök altında A üstəgəl kök hatta B'nin mötərizə kvadratı çıx 2 bərabər 14'dür. Buradan da alınır ki kök altında A üstəgəl kök hatta B'nin kvadratı bərabər 16'dır. Hər tərəfdən kök alsa kökdə A üstəgəl kökdə B'nin qiyməti 4'ə bərabər olar. Demək üçüncü cavab olmalıdır 4. Bu da verir C variantında. 70 nömrəli sual konkret düsturdur. Bildiyimiz kimi belə bir düsturumuz var. Sinus alfa kosinus beta çıxılsın sinus beta kosinus alfa düsturdur. Əslində bizdə sinus alfa çıxılsın beta'nın açılışını verir bizə. Onda bizə alfanın yerində burada 10 dayanıb, beta'nın yerində x dayanıbdır. Onda yaza bilərik ki, sinus 10 dərəcə çıxılsın x. Cavab olacaqdır
B variantı. 71-ci sual düzgün en bucaqlının bir xarici bucağı bir daxili bucağına nisbətini istəyir. Düzgün en bucaqlının bir xarici bucağı üçün düsturumuz 360 dərəcə bölünsün n idi. Bunu bölməliyik biz bir daxili bucağına, yəni 180 dərəcə vurulsun n çıxılsın 2 bölünsün n kimi yaza bilərik. 360 bölünsün n vurulsun n bölünsün 180 vur n çıxılsın 2'dir. Buradan n'lər ixtisar gedər. N'lər ixtisar getdikdən sonra 360'dan 180 gedib 1 burada 2 burada qalır. Demək kəsin sürətində qalır 2. Məxrəcdə də n çıxılsın 2. Cavab olmalıdır E variantı. 72 nömrəli sual ardıcıllığın limitinə aid olan bir anlayışdır. Deyir limiti hesablayın. Demək limiti hesablamaq üçün nedir? Yazılan belə limit n yaxınlaşır sonsuzluğa 6 çıxılsın 4 bölünsün n veribdilər. Burada n kimə yaxınlaşırsa onu gətirib yerinə yazırıq. Belə ki 6 çıxılsın 4 bölünsün sonsuzluq olur. 4'ü sonsuz sayda böləndə, sonsuz sayda böləndə bu zaman bu ifadə 0'a yaxınlaşır. Yəni alınır 6 çıxılsın 0 bərabərdir 6. Düzgün cavab olacaqdır 6. Növbəti suala keçid eləyək. Növbəti sualımız deyir ki, düzbucaqlı üçbucağın daxilini çəkmiş çevrə bu üçbucağın kiçik katetini 6 cm və 14 cm hissələrə bölür. Düzbucaqlı üçbucaq götürək. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş bir dənə çevrə var. Daxilinə çəkilmiş bu çevrə bu şəkildə olsun. Rengi dəyişək. Deyir ki, daxilə çəkilmiş çevrə bu üçbucağın kiçik katetinin 6 cm və 14 cm hissələrə bölür. Deyək ki, kiçik katet bura olsun. 6 bura bölünsün, 14 bura bölsün. Toxunma nöqtəsinə qədər olan məsafələr bərabər olduğu üçün burada 6 olacaqdır. Bura 14 olacaq. Mən buranı x götürsəm istərsəməz burada x olacaqdır. Demək buradan anılır ki, bu düzbucaqlı üçbucağın böyük kateti 6 üstəgəlsin x-ə bərabər imiş. Kiçik kateti 20 imiş. Betonucu da ki 14 üstəgəlsin x-ə bərabər imiş. Pifagor teoremi tətbiq edəndə onda görürük ki 14 üstəgəlsin x-in mötərizə kvadratı bərabərdir x üstəgəlsin 6'nın mötərizə kvadratı üstəgəlsin 20'nin kvadratıdır. Buradan ki 196 üstəgəlsin 28 x üstəgəl x kvadrat bərabərdir x kvadrat üstəgəlsin 12 x üstəgəl 36 üstəgəl 400 kimi yaza bilərik. Sağdan soldan bu x kvadratlarını islah edə bilərik. İslah etdiyimizdə qalacaqdır belə ifadəmiz 28'dən x çıxılsın 12'dən x bərabərdir 436'nın da yanına 196'nı keçirik və çıxma işarəsini. Buradan alınır ki 16'dan x'in qiyməti bərabər olacaqdır. Demək 4 240 elədi. Buradan da x'in qiyməti tapanda 240'ı götürüb bölük 16'ya. 240'ı 16'ya böləndə düşəcəkdir 15. Demək x'in qiyməti neçəymiş? 15 imiş. Bizdə böyük katet soruşurdu. Demək 6 üstəgəlsin 15 neçə eləməlidir? 21 eləməlidir. Düzgün cavab 21. Bu da verilibdir A variantında. Müstəvini kəsməyən parçanın orta nöqtəsindən müstəviyə qədər olan məsafə bu düz xəttə müstəvinin qarşılıqlı vəziyyətinə aid olan bir anlayışdır. 10-cu sinif dərsliyi. Deyək ki, bu olsun AB parçası, bu da olsun müstəvimiz. Müstəvini kəsməyən deyir parçanın orta nöqtəsi, deyək ki, orta nöqtəsində bir C nöqtəsi var. Müstəviyə qədər olan məsafəsi, çevir məsafəsi bizdə 6'dır. Parçanın deyir uzun nöqtəsinin biri deyir müstəviyə qədər olan məsafəsi 2'dirsə, digər nöqtənin müstəviyə qədər olan məsafəsini tapın deyir. Burada gördüyümüz kimi biz bunu çevirdiyimizdə trapesiyada oxşuyur. Trapesiyanın orta xətt anlayışını istifadə edə bilərik. Yəni oturacaqlar cəminin yarısı orta xəttə bərabərdir. 2 üstəgəlsin x'in qiyməti 12'dirsə, demək x'in qiyməti neçədir? 10'dur. X qiyməti oldu 10. Keçir növbəti suala. Deyir ki, tərsin 16%-nə bərabər olan adi kəsirin sürəti 2 olarsa, məxrəcini tapın. Düşünək ki, bizim adi kəsirimiz A-nın B-yə nisbətindədir. Bunun tərsi deyəndə B bölünsün A olacaqdır. Demək, A bölünsün B kəsiri bərabərdir. B bölünsün A-nın 16%. Ədəd 16% tapmaq üçün 16 bölünsün 100 kimi yaza bilərik. Burada düşünək ki, 16 bölünsün 100'ün qiyməti bərabərdir. A bölünsün B vurulsun A bölünsün B kimi yaza bilərik. Yəni alınacaqdır A bölünsün B-nin mötərizə kvadratı. Bunu yaza bilərəm 4 bölünsün 25'in mötərizə
4 bölünsün 25'in yox, 4 bölünsün 10'un mötərizə kvadratı kimi yaza bilərik. A bölünsün B-nin kvadratı. Hər dəfə kök aldığımızda onda A-nın B-yə nisbəti bərabərdir 4-ün 10-a nisbəti. Amma bizə şərt edir ki, sürət 2 olsun. Sürət 2 isə demək 2 bölünsün B-nin qiyməti bərabərdir 4 bölünsün 10-dur. Onda transfer qaydasına görə 4 dənə B bərabərdir 20-dir. Demək B neçəymiş? 5'miş. Bizdən də məxrəc soruşur. Məxrəcdəki ifadə 5'dir. Cavab olacaqdır 5. Növbəti sualımıza keçirik. Diagonal 24 cm olan düzbucaqlının tərəflərinin orta nöqtəsini ardıcıl birləşdiriləndə alınan düzbucaqlının perimetrini tapın. Təsəvvür edək ki, bu bizim düzbucaqlımızdır. Bu da onun diagonaldır. İndi bunun tərəflərinin orta nöqtələrini mən birləşdirəndə bu şəkildə birləşdirək. Bunun orta nöqtəsini birləşdirəndə istər-istəməz burada bu düz xəttin yarısı olacaqdır. Nəyə görə? Çünki bunlar orta nöqtədirsə, burada bunun orta nöqtəsidir. Üstbucağın orta xətti anlayışına görə paralel olduğu tərəfin yarısı olmalı. Demək, bura olacaqdır 12. Eyni formada buradan da bir orta nöqtələri birləşdirsəm, demək, burada istər-istəməz 12 olacaqdır. Burada digər üçbucağın, bu tərəfdə qalmış üçbucağın və burada qalmış üçbucağın bu artıq bizə orta xəttədir. İndi mən bu diagonalı silsəm, hətta ki, bu diagonalın əvəzinə digər tərəfdən bir diagonal çəkək. Digər diagonalımıza çəkək. Digər diagonalımızda bu olsun. Onda eyni qayda bu orta nöqtələri birləşdirəndə burada 12 olacaqdır. 12'dir, 12'dir. Bunu birləşdirsəm burada 12 olacaqdır. Və alınan dörtbucaqlımız bu olacaqdır. Bu dörtbucaqlının da perimetrini istəyir. Bu dörtbucaqlının bütün tərəfi 12'yə bərabərdir. Perimetrinə tapanda 4 vurulsun 12 edəcəkdir 48. Demək, düzgün cavab olmalıdır 48. Keçid edirik növbəti suala. Növbəti sualda ifadənin mənası varsa P-nin ala biləcək natural qiymətlərini cəmi soruşur. İlk öncə buna belə baxaq. Bir P çıxılsın 2 üstəgəlsin. Burada mənfi qüvvət itirmək üçün 1 bölünsün 5 minus P-nin qüvvətində 3/1 yaza bilərik. İndi burada 5 minus P-nin qiyməti həm məxrəcdədir, həm də ki, qüvvəti rasionaldır. Həm məxrəcdə, həm də qüvvəti rasionaldırsa, mənfi deyildir şərtinə baxmaq lazımdır. Yəni, müsbətdir halına baxmalıyıq. Məxrəcdə olduğu üçün. Ona görə də P minus 2'nin mənalı edən qiymətlər böyük bərabər 0'dırsa, 5 minus P-nin mənalı edən qiymətlər böyükdə 0 olması lazımdır. Əgər ifadə belə 5 minus P-nin qüvvətində 3/1 kimi verilsəydi, bu zaman əsasımız 5 minus P-nin qiyməti 0'da götürülə bilərdi. Amma burada məxrəcdə olduğu üçün olsa 0 ola bilməz. Bizim də şərtimizə görə biz bunu belə yazacağıq ki, 5 minus P-nin qiyməti böyükdür 0 kimi. Buradan P böyük bərabərdir 2'dən, burada da P kiçikdir 5'dən. Və anlar ki, P kiçikdir 5'dən, böyükdür bərabərdir 2'dən. Bu şərti ödəyən P-nin natural qiymətləri biri 2'dir, biri 3'dür, bir də 4'dür. Bunların da cəmini istəyir bizdən. Toplasaq edəcəkdir 9. Demək, üçüncü cavab olmalıdır 9. 78-ci sual kompleks ədədlər bölməsinə aiddir. Qoşma kompleks ədəd anlayışı. Demək, Z A üstəgəlsin BI şəklində isə Z üstündə xətt onun qoşması adlanırdı və A minus BI kimi yazılırdı. Yəni, qoşma kompleks ədədlərdə i-nin qarşısındakı qiymət işarəsini dəyişir. Onda Z bizdə 4 çıxılsın 2 kimi verirdilərsə, Z üstündə xətt, yəni qoşması 4 üstəgəl 2 olacaq. Bunların da hasilini istəyirik. Yəni, Z vurulsun Z üstü xətt. Bilirik ki, Z ilə Z üstü xəttin hasili ilə Z-in moduluna bərabərdir. Və ya da ki, kök altında biz yaza bilərik ki, bu yuxarıdakı şərtə görə A kvadrat üstəgəlsin ilə B kvadratına bərabər olacaqdır. Ondakı ifadəmizə görə A kvadrat üstəgəlsin B kvadratına bərabər olacaqdır. Sadəcə burada kökdə yox, sərbəst yazılacaq. İfadəni göstərək. Yəni, Z-i götürüb 4 çıxılsın 2 i-ni mən götürüb 4 üstəgəlsin 2'yə vursam, bunu belə göstərim də elə.
4'ün kvadratı çıxılsın 2i'nin mörtəzə kvadrat olacaqdır ki, bu da 16 çıxılsın 4i kvadrat deməkdir. Burada da alınacaqdır belə. 16 çıxılsın 4 vurulsun mənfi 1. Bu da eləcəkdir bizdə 16 üstəgəlsin 4. Yəni 2 eləcəkdir 20 eləyəcəkdir. Bir də təkrar edirəm. Z ilə Z üstü xətti, yəni qoşması ilə hasili bu şəkildə görünəcəkdir. Demək, Z-in yerinə 4 minus 2 yazırıq. Z üstü xəttin yerinə də 4 üstəgəlsin 2 yazırıq. Burada kvadratlar fərqi var. Ona görə də 4'ün kvadratı çıxılsın 2i'nin mörtəzə kvadratdır. 4'ün kvadratı 16'dır. 2'nin de mörtəzə kvadratı 4i kvadratdır. I kvadratı mənfi olduğu üçün 16 çıxılsın 4 vurulsun mənfi 1. Bu da 16 üstəgəl 4 bərabərdir 20 eləyir. Növbəti sualımız 79-cu trigonometri tənliklərə aiddir. Həll üsulu əvəz etmək idi burada. Sinus x-ə 1 t deyək. T'nin ala biləcəyi qiymətlər əlbəttə ki, sinusun təyin qiymətlər çoxluğuna aiddir. Yəni mənfi 1 müsbət 1 qiymətlər çoxluğuna aiddir. Ona görə də olacaqdır ifadəmiz 4 dənə t'nin kvadratı çıxılsın 8 dənə t üstəgələk 3 bərabərdir 0. Kvadrat tənlikdə diskriminantla həll etsək 8'in kvadratı çıxılsın 4 vurulsun 4 vurulsun 3 bərabər olacaqdır. 64 çıxılsın 48 edəcək 16. T'nin birinci qiyməti 8 üstəgəlsin 4 bölünsün 8 olacaq. Bu da 12 bölünsün 8 edər. Bizdə 4 x gedəndə 3 bölünsün 2, yəni 1,5 eləyəcəkdir. 1,5 daxil deyil mənfi 1 müsbət 1 parçasına, ona görə həll deyil. T2 bərabərdir 8 çıxılsın 4 bölünsün 8'dən isə biz 4 bölünsün 8 alır ki, bu da 2'də 1 deməkdir. Bu da daxildir mənfi 1 müsbət 1 parçasına. Ona görə də biz sinus x'i t'nin 2'də 1 qiymətinə bərabər götürüb əldə edirik. Sinus x bərabərdir 2'də 1 tənlikdə sadə trigonometrik tənliyə görə x bərabər idi. Mənfi 1'in üstündə k arc sinus 2'də 1 üstəgəlsin pi k idi. Bu da bizə nə demək istəyir? Mənfi 1'in üstündə k arc sinus tərs trigonometrik funksiyanın oxunuşuna görə sinus 2'də 1 nə vaxt alır deyə soruşur. Sinus 2'də 1 30 dərəcədə alır, yəni pi bölünsün 6'da alır. Üstəgəlsin pi k kimi yazılır. Bu da olacaq bizim ümumi həllimiz. Növbəti suala keçid edirik. Növbəti sualımız 80-cı sual belədir. Cəmi 45 olan x və y ədədləri uyğun olaraq. Deyək ki, x-dən y toplayanda 45 alınır. Uyğun olaraq deyilsə demək ki, birinci x-i sonra y-i nəzərə aldılar. Uyğun olaraq 60% və 30% artdıqda. X 60% artıranda 1,6 x eləyir. Y 30% artıranda 1,3 y eləyir. Cəmdə 40% artır. Yəni 45'i 40% artırırıq. Yəni 45'i biz vuruq 140'a bölük 100'ə. Bu zaman necə yazır? 20'ye bölsək burada 7. Burada 5 qalar. Bundan da bu 7. Burada 9 qalır. Necətin isə 63. Belə bir sistem tənliyi alıq. Burada nə edə bilərik? Demək, y istəyirsə x-i yox eləyək. Bunun üçün birincini vuraq mənfi 1,6'ya. Mənfi 1,6 x minus 1,6 y bərabərdir. 45'i 16'ya vuraq biz. Demək 450 belə yazaq da. 45 6'ya da vurduğumuzda eləyəcək nə qədər? 270. 0, 2 da 720 elədir. 720. İndi 45 16'ya vuranda 720 eləyirsə 45'i 1,6'ya vuranda 72 eləyəcəkdir. Demək orada da 72. Aşağıda da 1,6 x üstəgəlsi 1,3 y bərabər 63'dür. Ben bunları tərəf-tərəfə toplayanda x'lər gedəcək. Qalacaq da burada mənfi 0,3 y bərabərdir. Mənfi 0,3 y bərabərdir. Mənfi 0,3 y burada mənfi 72 eləyəcəkdir. Mənfiyə vurmuş onu nəzərə alaq. Demək mənfi 72 müsbət 63 ilə toplandığı zaman qalacaq da bizdə mənfi 9. İndi hər tərəfdə mənfini atanda və ya da mənfi 0,3 bölündə y-in qiyməti bərabərdir. 9 bölü 0,3 olur. Bu da 90 bölünsün 3 deməkdir. Yəni neçə olacaqdır? 30 olacaqdır. Demək düzgün cavab olmalıdır. 30. 81 nömrəli sual deyək. Deyək ki, müəyyən temperaturlu cismin A dərəcə Selsi temperaturlu soyuducuya qoyduqda T anındakı, yəni dəqiqə sonra temperaturunu Selsi ilə bu formada ölçüdülər.
A üstə gəlsin 27 vurulsun. 3'ün üstünde mənfi 0,5 t kimi ölçürlər. 20 dəqiqə sonra deyir. Demək t bərabərdir 20 götürəcək. Bu cismin temperaturu 19 dərəcə Celsius olar. T də bərabərdir 19. Onu gətirib yazaq yerinə. 19 bərabərdir. A üstə gəlsin. Bunu yazaram 3'ün kubu vurulsun. 3'ün üstündə mənfi 0,5 vurulsun 20. Bunu sağ tərəfini biraz sadələşdirək. A üstə gəlsin 3'ün kubu vurulsun 3'ün üstündə. Demək 0,5'i 10'a vuranda 0,5 eləyir. 2'yə də vuranda 1 eləyir. Demək o zaten mənfi 1. Bu da eləyəcəkdir. A üstə gəlsin 3 üstündə 2. Yəni A üstə gəlsin 9. Anlayır ki A üstə gəlsin 9 bərabər 19 ise demək A'nın qiyməti nə qədər imiş? 10 imiş. Demək onda bizim ifadəmizdə T bərabərdir. 10 üstə gəlsin 27 vurulsun 3'ün üstünə mənfi 0,5 T imiş. Və bizdən də soruşur ki soyuducuya qoyduqdan ən az neçə dəqiqə sonra, yəni T axtarılacaq bu səfər, temperatur 13 dərəcədən kiçik olar. Demək bu kiçik olacaq neçədən? 13'dən. Bu zaman 27 vurulsun 3'ün üstündə mənfi 0,5 T kiçikdir. 13'dən 10 çıxanda qalır 3. Bunu yaza bilərik ki 3'ün üstündə mənfi 0,5 T kiçikdir. 3 bölünsün 27 deyərik. Bu da 1 bölünsün 9 və ya da 3 üstündə mənfi 2 deməkdir. Əsaslar eynisə demək mənfi 0,5 T'nin qiyməti kiçikdir nədən? Mənfi 2'dən. Üstü bərabərliyin qaydasına görə əsasımız birdən böyük olanda üst qüvvə üstünün anlayışı ortadakı işarəni sabit saxlayır. Bunu bir şəkildə yaza bilərik. Hər tərəfi mənfi 100'ə vursaq, olacaq da 5 dənə T böyükdür 200'dən. T də böyük olacaqdır 40'dan. T'nin qiyməti 40'dan böyük olmalıdır. Deyir ki, soyuducuya qoyduqdan ən az neçə dəqiqə sonra, demək 40 dəqiqədən böyük olması lazımdır. Bizim anlayışımıza göre ki bu 40 dəqiqədən böyük olmalıdır. Ən az soru, yəni 40'dan böyük ən kiçik ədəd neçə olacaqdır? 41 olacaqdır. Onda 41 dəqiqə sonra temperatur 13 dərəcədən kiçik olar. Düzgün cavab olmalıdır. 41. 82 nömrəli sualda deyir ki, tərəfi 25 cm rombun diaqonallarından biri 30 cm olarsa daxili çəkimi çevirən radiusunu tapın. Rombun daxili çəkilən çevirənin radiusu hündürlüklə əlaqəlidir. Yəni radius bərabərdir hündürlüyün yarısıydı. İndi rombun tərəfləri və diaqonalındakı əlaqə düsturda belə idi. 4 dənə A'nın kvadratı bərabərdir. D1'in kvadratı üstə gəlsin D2'nin kvadratı ilə. 4 vurulsun 25'in kvadratı bərabərdir. Diaqonalın bir-birisi 30'dur. Kvadratı üstə gəlsin D2'nin kvadratını bilirik. İndi buradan nə edə bilərik? 4 vurulsun 625 bərabərdir 900 üstə gəlsin D2'nin kvadratıdır. Buradan ki D2'nin kvadratı bərabərdir. 4'ü 625'e vurduğumuzda 2500 verir. Oradan 900'dən çıxırıq. Qalacaqdır 1600. Buradan D2'nin qiyməti tapılacaqdır 40. İndi tərəf 25'dir. Hündürlük də var. Diaqonallarında ikisi də var. Bu zaman sahəyə görə 25 vurulsun H bərabərdir. 2'də 1 vurulsun 30 vurulsun 40. Bundan bu ixtisar geçsə, burada 20 qalsa, eləyəcəkdir 600. Demək, H bərabər olacaqdır 600 bölünsün 25. 60'ın tərkibində 25 2 dəfə yerləşir 50. 100'ün tərkibində 25 yerləşir 4 dəfə. Demək, H oldu 24. Bizə də radius tapmaq lazımdır. 24'ün yarısı götürüləcək. Cavab olmalıdır 12. Düzgün cavab 12'dir. Keçirik növbəti 83-cü suala. Deyir ki, düz xətlərin kəsişmə nöqtəsindən. Kəsişmə nöqtəsi varsa bir-birlərini bərabər götürürük. 5x çıxılsın 4'ü bərabərdir 2x üstə gəlsin 8 götürürük. Buradan 3x bərabər 12'dirsə x'in qiyməti 4 olur. Y-in qiyməti tapmaq üçün də hər hansısa birində yerini yazırıq. Deyək ki, birincidə yazmışıq. Oldu 20 çıxılsın 4 bərabərdir 16. Demək, hansı nöqtədə kəsişdi? 4, 16 nöqtəsində kəsişdi. Həmən bu kəsişmə nöqtəsindən keçən və bu düz xəttə perpendikulyar olan. Düz xətlərin perpendikulyarlıq əlamətinə görə K1 vurulsun K2'nin qiyməti mənfi 1'ə bərabər olması lazımdır. Burada K1'in qiyməti 2'dirsə, demək K2'nin qiyməti mənfi 2'də 1 olmalıdır. Onda düz xəttində tənli Y bərabərdir mənfi 2'də 1 x üstə gəlsin B şəklindədir. Və bu da buradan keçir. Onda yazacaq elə. Mənfi 2'də 1 vurulsun 4 üstə gəlib B bərabər 16'dır.
Mənfi 2 üstəgənsin B bərabər 16-dırsa, demək B-nin qiyməti neçədir? 18-dir. Düz xəttin tənliyini istəyir. Y bərabərdir mənfi 2-də 1. Mənfisi də var. X üstəgənsin 18 və ya da ki, mənfi 0,5 x üstəgənsin 18 kimi yaza bilərik. Bizdən düz xəttin tənliyini istəyirdi. Oldu belə. 84 nömrəli suala baxırıq. Parabolasının təpə nöqtəsinin ordinatını deyir tapın. Nöqtəsindən keçir. Demək ki, bu x-dir, bu y-dir. Onda 23 bərabərdir 2-nin kvadratı çıxılsın 6 vur 2 üstəgələk q. Buradan yazam ki, 4 çıxılsın 12 üstəgəlsin q bərabər 23-ə. Mənfi 8 üstəgəlinsin q bərabər 23-dürsə, demək q-nin qiyməti 31-dir. Onda y bərabər x kvadrat çıx 6x üstəgənsin 31. Nöqtənin ordinatı istəyir. Təpə nöqtənin ordinatına görə n axtarılacaq. Bu da ki, 4ac minus b kvadrat bölünsün 4a üstünə tapılır. Burada a-nın qiyməti bizdə 1-dir, b-nin qiyməti mənfi 6-dır, c-nin də qiyməti 31-dir. Gətirib yerinə yazanda 4 vurulsun 1 vurulsun 31 çıxılsın mənfi 6-nın kvadratı bölünsün 4 vurulsun 1 kimi yaza bilərik. Bu bizə elədir 124 çıxılsın 36 bölünsün 4. 124'ten 36 çıktığımızda demek 8 burada kaldı. 11'den 3'ün çıxanda 8. 88 bölünsün 4 eləyir ki, bu da eləyəcəkdir 22. Axtarılan buydu. Nöqtənin ordinatı 22'ye bərabər olacaq. 85-ci suala keçdiririk. Alfa müstəviz üzərində yerləşən ABC üçbucağının C düz bucaq təpəsindən bu müstəviyə CD hündürlüyü qaldırılmışdır. Gördüyümüz kimi şəkildə çəkibdilər. Şəklə əsasən D nöqtəsindən AB parçasına qədər məsafəni istəyir. D-dən AB-yə qədər məsafə deyəndə bura qədər yenilmiş perpendikulyar nəzərdə tutulur. Onu da tapmaq üçün mən burada mütləq şəkildə bunu da çəkməliyəm. Belə bir anlayışımız var. İndi bizim şərtimizə görə demək D-dən bura bir P nöqtəsi götürək. D-dən P-yə qədər məsafəni axtarır. Bunun üçün nə edək? Düzbucaqlı üçbucaqda AB-ni tapaq biz. AB-ni tapmaq üçün aydın məsəl ki, katetlər var bizdə. Demək kök altda 4 kökdə 5-in kvadrat edəcəkdir bizdə 80. Üstəgəlsin 2 kökdə 5-in kvadrat edəcəkdir bizdə 20. Bunları toplasaq edəcəkdir 100. Kökdə 100. Oradan da çıxacaqdır 10. Demək A-dan B-yə qədər olan bütün məsafə 10'dur. Və C-dən P-yə qədər məsafəni tapsaq, C-dən P-yə qədər məsafədə bu məsafə olduğu üçün hündürlüyü olacaqdır əlbəttə ki. CP məsafəsi bərabər olacaqdır. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlüyü katet və beton əlaqəsi katetlərin hansıdır? Bölü betonuzuydu. Yəni 4 kökdə 5, bu 2 kökdə 5 bölünsün 10'dur. Bu da 8 vurulsun 5 bölünsün 10 eləyəcəkdir. Buradan alınacaqdır ki 4. Demək bura oldu 4. İndi bizdə şərtə görə bu düzbucaqlı üçbucaqda D-dən P-yə qədər məsafəni axtarıqsa DP bərabərdir kök altında 12'nin kvadrat üstə gələk 4'ün kvadratdır. 12'nin kvadrat üstə gələk 4'ün kvadratı. Burada da alınacaqdır ki 144 üstə gəlinsin 16. Bu da eləyəcəkdir kök altda 160. 160'ı da biz belə yaza bilərik. 16 vur 10 kimi yazarıq. 16'dan kök çıxar, 10'dan kök çıxmaz. Demək 4 kökdə 10 olar. Bizə də deyir ki, D nöqtəsinin AB parçasına qədər məsafəni tapın. Yəni DP-ni istəyirdi. Cavab olacaqdır 4 kökdə 10 kimi. Bu da belə. Başqa sual qaldı mı? Başqa sual qalmadı. Güvən nəşriyyatının keçmiş olduğu 22.02.2026-cı il tarixində riyaziyyat sual izahlarını verdik. Ümid edirəm ki, bütün şagirdlər üçün maraqlı bir video oldu. Belə videoların davamlı olmasını istəyirsinizsə kanala abunə olub və linki paylaşmağı unutmayın. Növbəti videolarda görüşərik.